Salam. Gəlin Avtandil Hacıyevin Qarabağın son oyunları və gələcəyi barədə dediklərinə qısaca bir nəzər salaq. Deməli, söhbət Qarabağın Uşaq Futbol Akademiyasının koordinatoru Avtandil Hacıyevdən gedir. O, komandanın Çempionlar Liqasındakı çıxışını, xüsusən də bilirsiniz Atletico ilə o səfər maçını analiz edir. Həm də qarşıdakı Chelsea ilə ev oyunu və ümumiyyətlə turnirdəki şansları haqda danışıb. Hacıyev əsasən 3 məqamı vurğulayır. Gəlin baxaq. Birincisi, Atletico'ya 1-3 uduzmağımız. Hacıyev deyir ki, bunun səbəbi rəqibin çox sürətli oynaması, bizi təzyiq altında saxlaması və açığı bizi yaxşı analiz etməsi olub. Amma onu da əlavə edir ki, Qarabağ öz ruhuyla, öz sistemi ilə axıra qədər mübarizə apardı. İkincisi, o vacib məqam var idi. Yadınızdadırsa, müdafiəçi Mateo Silva'nın olduğu epizod. Hacıyev çox təəssüflənir ki, hakim orada penalti vermədi. Hətta var, yəni o video köməkçi hakim sistemi də epizoda baxmağa çağırmadı. Onun fikrincə bu, bəlkə də oyunun taleyini həll edən an ola bilərdi. Və nəhayət üçüncüsü, gələcəyə baxış. Hacıyev ümid edir ki, Qarabağın Bakıda Chelsea'yə qarşı bir sürpriz etməyə gücü çatar. Həmçinin inanır ki, komandamızın Çempionlar Liqasında ilk 24 komanda arasında düşmək potensialı var. Görək necə olacaq. Yəni, ümumilikdə götürsək, son məğlubiyyətə, çətinliklərə baxmayaraq, Hacıyev Qarabağın mübarizə əzminə və gələcəyinə nikbin yanaşır.